Son günlər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başlanan siyasi hüquqi proseslər fonunda Azərbaycanda yeni parlament seçkilərinin keçirilə biləcəyi ilə bağlı mülahizələr səsləndirilir. Qlobal İnfoza danışan politoloq Oqtay Qasımov deyib ki, Ramiz Mehdiyev ətrafında baş verənlər prosesin getdikcə dərinləşdiyini və hadisələrin artıq müəyyən cavab dəyəri qazandığını göstərir. Stat: Belə iddialar var ki, Milli Məclisdə də Ramiz Mehdiyevə yaxın şəxslər az deyil. Bu səbəbdən parlamentin buraxılması ehtimalı istisna edilmir. Əlbəttə, bunlar hələlik yalnız fərziyyələrdir. Belə bir qərarın reallaşması üçün həm hüquqi, həm də siyasi baxımdan zəruri şərtlərin mövcud olması lazımdır. Milli Məclisin buraxılması ilə bağlı prosedurlar parlamentin nizamnaməsində və Konstitusiyanın 91-ci maddəsində əksini tapıb. Adətən, bu proses iki istiqamətdə başlaya bilər. Ya Milli Məclisin öz təşəbbüsü ilə, ya da Prezidentin təşəbbüsü əsasında. 91-ci maddəyə əsasən Milli Məclisin özünü buraxması ilə bağlı təşəbbüs irəli sürülə, məsələ müzakirəyə çıxarıla və buna uyğun qərar qəbul oluna bilər. Eyni zamanda, Prezidentin siyasi təşəbbüsü ilə də prosesin başlaması mümkündür. Statın sonu. Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, parlamentin buraxılması yalnız dövlətin rəsmi mövqeyindən sonra dəyərləndirilə bilər. Stat: Əgər Mehdiyevin təsiri ilə formalaşmış deputat qrupu doğrudan da mövcuddursa və bu kütləvi xarakter daşıyırsa, onların fəaliyyətinə son qoyulması Konstitusiya baxımından parlamentin buraxılmasına səbəb ola bilər. Konstitusiyaya əsasən, Milli Məclisin fəaliyyətə başlaması üçün ən azı 83 deputatın səlahiyyəti təsdiqlənməlidir. Hazırda parlamentdə 125 deputat var. Əgər müəyyən sayda deputatın səlahiyyətlərinə xitam verilsə və nəticədə bu say 83-dən az olsa, parlamentin fəaliyyəti mümkünsüz hala gələcək. Çünki bir çox qanunların qəbul edilməsi üçün 83 səs çoxluğu tələb olunur. Belə vəziyyətdə yeni seçkilərin keçirilməsi qaçılmaz olacaq. Həmçinin 2016-cı ildə Konstitusiyaya edilən dəyişikliklərə əsasən Prezidentin parlamenti buraxmaq səlahiyyəti var. Statın sonu. Yazını ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.